Axşamınız xeyir əziz izləyənlər, hamınızı xoş gördük bu gözəl gündən. Deməli, bu ailəyə bir neçə dəfə gəldik, yenə ehtiyacı olan bir ailədir. Onlara produkt payımızı gətirmişik bu günləri, onları sevindirmək üçün. İndi isə sözünü sağ verirəm, sənə sözünü verirəm. Kərəm dediyi kimi, dəyərli izləyicilər, hər kəs salam verirəm buradan, Sinar TV efirindən. Və biz bu günləri Şəmkir rayonunun köhnə bir binadayıq biz. Qaşqınlar məhəlləsi. Bəli, Qaşqınlar məhəlləsi adlanır. Deməli, biz vaxtımız az olduğuna görə biz bu günləri inşallah yardımı çatdırıb, inşallah axşam olmana baxmayaraq işimiz davam edir. Və sizdən çox xahiş edirəm ki, bizi Facebookda, bizi Instagramda, YouTube'da və Ailəyə də dəstək bütün şəbəkələrdə bizi izləyə bilərsiniz. Xahiş edirəm bizə dəstək olun, abunə olun, like verin və yardımlarımız davam edir. Təbii ki, gözəl qardaşların dəstəyindən biz bu işi davam etdiririk. Gördüyünüz kimi bir də bir söz deyim ki, bu bina çox bərbad vəziyyətdədir. Yəni neçə ilin bir əsrdən çoxdur ki, sözü yoxdur. Yəni getdiyimiz ünvanda da dərc edirlər, 4 dənə uşaqdır və qaz da burada yoxdur. Köhnə bina olduğuna görə gördüyünüz kimi yararsız binadır. Burada qaz təmin edilməkdir və çox çətinlik çəkirlər. Ancaq elektrikdən istifadə edirlər, qaz yox. Divarların halına baxın, biləşənlərcə dağılır. Gördüyünüz məsələdir. Şüşələrdən də görülür, hamısı gündədir. Evet, gəldik çatdırmağı. Burada yetimhansıdır. İzləyənlərimizdən demək istəyirik ki, ailənin üzünü çəkməyəcək. Vaxtımız az olduğuna görə günləri tez yekunlaşdırıb. Sağ olun, izləmədən. Bizi izləyin, gecəniz xeyir qalsın.